müəllim şeiri oxuyar. Gəlir hansı nağıldır. Ondan sonra bədii əsər oxuyarsan uşaq dinləməyi inkişaf edir. Dinləmək bacarığı birinci növbədə uşaqda. Mən buna qulaq asdım. Sonra axırda yəni öz fikirlərini bildirməyə. Ay, sağ olun. Bəli. Doğrudur. Bəs yaxşı, bədii təfəkkür məşğələsində dramlaşdırılma ilə teatrlaşdırmanın fərqi nə oldu? Dramlaşdırmada bədii əsərin səhnələşdirilir. Burada deyək ki, səsləndirilmədən ibarətdir. Teatrlaşdırma deyək ki, iki növü var onun da. Bir stol üstü teatr, bir də pərdə arxasında deyək də teatr var. Bəli. O dramlaşdırılma ilə teatrlaşdırmada da hər ikisində səsləndirilmə var. Amma bədii əsərin əşyasız səsləndirilməsi necə adlanırdı əşyasız? Dramlaşdırılma. Əşyasız, teatrlaşdırılma əşyalıdır. Ay, sağ olun. Bədii əsərin əşyalı səsləndirilməsidir. Nəql etmə metodunda ixtisar və yaxud da əlavələr var, yoxsa olduğu kimi qalır? Nəql etmə metodu ümumiyyətlə dedikdə ifadəli oxudur. Tərbiyəçi müəllim hər hansı mövzudur və yaxud da ki, mövzu deyəndə əsəri oxuyur, onda ixtisar var. Ya əlavələr oluna bilər, ixtisar da oluna bilər. Bəli. Tərbiyəçi müəllimin seçdiyi metoddan asılıdır. Bəli, bəli. Çünki bax elə nağıllar var ki, uzun uzadıdır, onu biz qısalda bilərik, ixtisar edə bilərik. Elə nağıllar var ki, qısa konkretdir, biraz da maraqlı edə bilərik, elə deyilmi? Yəni o baxır, bəli, seçdiyi metod, seçdiyi nağıldan asılı bir şeydir. Aha, bəs yaxşı, deməli, aparıcı pedaqoji qabiliyyətlər hansıları oldu? Aparıcı ki, yəni bir müəllimdə olmazsa olmaz. Deyək ki, didaktiklə təşkilatçılıqdır. Ay, sağ olun. Hər ikisindən danışaq. Didaktik sözünün mənası nədir ümumiyyətcə? Didaktik tədris materiallarıdır. Əyani vəsait ola bilər, avadanlıq ola bilər, material ola bilər. Ay, sağ olun. Tərbiyəçi müəllim tədris materialını başa düşülən şəkildə, inandırıcı, ardıcıl, aydın şəkildə deyək ki, seçməlidir. Didaktik qabiliyyət zəruri məlumatları, ən əsas məlumatları uşaqlara yəni onların yaş səviyyəsinə görə, anlaq səviyyəsinə görə çatdırmaqdır. Ay, sağ olun. Yəni didaktik qabiliyyətdə tərbiyəçi müəllim nəyi izah edirsə, uşaq da onu elə qəbul edəcəkdir. Məsələn, hansı bir əsərin qəhrəmanıdır. Yəni tərbiyəçi müəllim həmin əsərin qəhrəmanını uşağa yaxşı mənada təqdim edirsə, uşaq onu yaxşı deyək ki, obraz kimi yadında saxlayasıdır. Bəli. Əgər mənada qələmə verirsə, onu pis obraz kimi yadında saxlayır. Ona görə təşkilatçı, yəni tərbiyəçi müəllim ustası olmalıdır. İstədiyi yəni metodunu, materialını, yəni əyani vəsaitləri, avadanlığı seçən diqqətli olmalıdır. Ay, sağ olun. Bəli. Bəs tərbiyəçinin hansı qabiliyyətidir ki, orada uşağın daxili aləminə nüfuz etməyi bacarmalıdır deyirik? Hansı qabiliyyətə əsasən? Sugestiv deyilmi? Daxili aləminə nüfuz etməyi bacarmaq. Daxili aləmə nüfuz etməyi. Məsələn, onun bugünkü halını, əhvalını bilir. Kommunikativ deyil. Bugün uşağın, məsələn, tutaq ki, kefi yoxdur və yaxud da çox şəndir və biz onu başa düşə bilirik. Perseptiv qabiliyyət. Bəli, perseptiv qabiliyyət, bəli. O beyninə yeritmə, ondan sonra bax deyir ki, tərbiyəçi nə qədər mehriban olsa da bir o qədər də uşaqları sakitləşdirməyi bacarmalıdır, motivasiya qurmağı bacarmalıdır. O hansı qabiliyyətdə idi? Təşkilatçılıq deyilmi müəllimə? Diqqətli olun. Bayaq dediniz bax, hansıydı o? Sugestiv, yəni eyni zamanda insanların əqidəsini hiss etmək, hissi qəbul etmək, uşağın iradəsinə, psixikasına təsir etmək, beyninə yeritmək. Ay, sağ olun. Bəli, sugestiv eyni zamanda necə adlanırdı? Təlqin edici. Təlqin edici adlandırılır, doğrudur. Və seçdiyi ixtisası üzrə savadlı olmalıdır deyirəmsə, hansı qabiliyyətdir bu?
Məsələn, həkimsənsə həkim kimi, müəllimsənsə müəllim kimi. Bir dəqiqə müəllimə hamısının elmidir da. Ay sağ ol. Elmi idraki qabiliyyətdir. Bəli, bəli. Elmi idraki qabiliyyətdir. Dominantlıq prinsipi kimə məxsusdur? Dominantlıq prinsipi şeyə Xtomskidir. Ay sağ ol. Xtomskiyə aiddir dominantlıq. Dominantlıq nə deməkdir? Yəni nə deyirdi ümumiyyətcə Xtomskinin? Dedikləri nə idi? Aha. Diqqətdə deyildim müəllimə. Ay sağ olun, diqqətdə idi. Nə deyirdi? Uşağın beynində dominant, uşağın nəyi, hissləri dominant olmalıdır. Uşaq hər beyni deyir ki, hər şey qəbul et. Aha. Bilirəm ki, dominantlıq Xtomski deməkdir. Bir dənə onu yadımda saxlamışam. Dominantlıq Xtomskiyə aiddir və Xtomski deyir ki, uşağın diqqəti yayınmır. Yəni diqqəti dominant olaraq qalır. Amma Pavlov onun əksi olaraq nə deyir? Pavlov deyir ki, ali sinir, Pavlov sinir nəyinlə götürürdü, nəyinlə götürürdü. O deyir ki, dağılırdı, yəni istər ixtiyaratsız dağılır. Ay sağ olun, bəli. O induksiya sisteminə əsasən deyirdi ki, diqqət dağınır. Yəni belə deyək də, uşaq məsələn nə iləsə belə deyək, ya məşğələdədir, ya hardasa diqqətlə sizə qulaq asır, birdən qapı açılar, ya nə isə bir səs-küy olar, tez bir zamanda uşağın diqqəti dağılacaq. Bunu deyən Pavlov idi. Yayınır diqqəti, bəli. Aha, bəs yaxşı, vərdiş nəyə deyilirdi? Vərdiş, yəni heç vaxt deyək ki, çətindir də onun yenilənməsi, çətin. Davranış dəyişilməsi asan olmayan, hətta bəzən mümkün olmayan bir davranış qaydasıdır vərdiş. İrradiasiya sözünün mənası nə idi? İrradiasiya yayılandır da, bütün bədənə yayılma. Bəli, bəli. İrradiasiya sözünün mənası yayılma deməkdir. Bütün bədənə yayılır, doğrudur. Bəs yaxşı, deməli, induktiv və deduktiv anlayışın fərqi nə oldu? İnduksiya xüsusi hadisələrdən ümumi nəticə çıxarmaqdır. Deduksiya əksidir, ümumidən xüsusiyyədir. İnduksiya ümumiyyədir, deduksiya ümumidən xüsusiyyədir. Belə yadımda saxlamışam. Ay sağ olun, düzdür, bəli. Bəs yaxşı, həddən artıq ümumiləşdirməyə nə aiddir? Həddən artıq ümumiləşdirmə, məsəl üçün uşaqların bayaq siz mənə başa salmışdınız da, uşaq xəstədir, elə bilir, yəni ki, bu məntiqsiz bir anlayışdır deyək. Deyək ki, bütün uşaqlar xəstədir və yaxud da ki, mənim anam müəllimədir, bütün uşaqlar anası müəllimədir. Məntiqsiz bir Bəli, bəli. Uşağa elə gəlir ki, bütün uşaqların anası müəllimədir. Və yaxud da necə demişdik, bax, yaşlı bir, balaca boy, yaşlı bir kişi ilə hündür boylu cavan oğlanı göstərəndə hansı daha böyükdür? Deyir, hündür boylu cavan oğlan daha böyükdür. Ay, sağ ol. Məntiqsiz mühakimə irəli sürür. Təşəkkürlər, Aksana müəllimə. Sağ olun, müəllimə. Sağ olun. Məlahət müəllimə. Məlahət müəllimə. Vaxtınız xeyir müəllimə. Hər vaxtınız xeyir. Bədii təfəkkür məşğələsi, elə deyilmi? Bəli. Ay, sağ olun. Dramlaşdırma ilə teatrlaşdırmanın fərqi nə oldu dedik? Dramlaşdırma, deməli, dramlaşdırma bədii əsərin əşyasız səsləndirilməsidir. Teatrlaşdırma isə bədii əsərin əşyalı səsləndirilməsidir və teatrlaşdırmanın iki növü var. Stol üstü və arakəsmə arxasında olan teatr. Ay, sağ olun. Onlardan danışaq. Onların açıqlamasını verməmişdik müəllimə. Yox idi orada. Orada nədən istifadə olmalı? Nə demişdim? Şirmalardan. Bəli, stol adından görünür ki, stol üzərində olur. Ara kəsmədə isə şırmalardan istifadə olur. Vəssalam. Yəni bir dənə bunu bilsəz. Bəli, orada verdiyim kimi, bax bir dənə bunu bilsəz ki, ara kəsmələrdə şirmalardan istifadə olunur. Şirma nədir? Belə loritidə desək, belə şirma taxtadır, üzərinə də parça ilə bağlanır. Arxasından da yəni kukla teatrında da adətən istifadə olunur. Bəli, bəli, doğrudur. Aha, bəs yaxşı, bədii təfəkkür məşğələsində, bax, uşaqlar qarşısında tutaq ki, bədii əsəri oxuyuram. Birinci növbədə nəyə diqqət etməliyəm?
Bədii əsəri oxuyarkən Bəli. uşaqların ən əvvəl yəni uşaqların eşitməyinə yəni biz fikir verməliyik ki, uşaqların hamısı eşitsin. Yəni eşitməsinə fikir verməliyik. Bəli. Ondan sonra uşaqların yəni ən əsasda yəni yaş qrupları dəyişdikcə, artdıqca fiziki və nitq eşitmə qabiliyyəti də uşaqlarda inkişaf edir. Yəni ki, bunların biz elə bir ki fikir verməliyik ki, yəni uşaq nitq eşitsin, qulaq assın, diqqətlə müəlliməyə qulaq assın. Uşaqlara diqqət etməliyik birinci növbədə. Ki, yəni uşaq mənə, yəni belə deyək də, məni görə bilirmi və mən uşaqla danışanda birinci növbədə jest və mimikalarıma diqqət etməliyəm, elə deyilmi? Aha, bəs nağıl və yaxud da hekayə seçərkən birinci növbədə nəyə diqqət edilməlidir? Hekayələr oxunarkən ifadəli oxunmalıdır. Əsas ifadəli oxunmalıdır ki, yəni ki uşaqlara sözlər anlaşılsın. Söz və ifadə, danışdığımız söz və ifadələr anlaşıqlı olmalıdır. Uşaqlar yəni ki anlamalıdır ki, tərbiyəçi yəni nə danışır, hekayəni necə danışır. Bəli, bəli. Və nağılı və yaxud da hekayəni seçəndə də nəyə diqqət etmək lazımdır? Seçərkən yəni nağıl hekayə çox uzun olmamalıdır. Yəni qısa olmalıdır ki, uşaqlar yəni maraqlı olsun da. Yəni uşaqlar üçün maraqlı olmalıdır onlar. Bəli. Həm qısa olmalıdır, həm də ki nağılı hər dəfə təkrar eyni nağıl, eyni hekayə götürmək düzgün deyil. Yəni fərqli istifadə etmək lazımdır. Bəs oxu məşğələlərinin quruluşuna nələrə aiddir? Oxu məşğələlərinin quruluşu. Quruluşu oxu məşğələləri həftədə bir dəfə keçirilir. Misal həftədə bir dəfə keçirilir. Ən çox mən onu deyirsiniz, tarixi günlər, bayramlar, ilin fəsilləri. İlin fəsilləri və bayramlar nəzərdə tutulur. Yəni bu məşğələlərdə müəllim kitab oxuyur, şeir söyləyir və yəni ki bu məşğələlərdə kitab oxuyur, şeir söyləyir. Lakin əsər isə bir dənə əgər bir əsər danışarsa sönük olar da. Yəni bunlar ona görə bir neçə xırda əsərlər də müəllimə oxuyur. Ay sağ olun, doğrudur. Bax, müəllimə var ki, öz ixtisasını bilir, ixtisası üzrə savadlıdır. Ancaq fikrini ifadə edə bilmir. Həmin müəllimədə hansı qabiliyyət formalaşıb, hansı qabiliyyət formalaşmayıb? Necə müəllimə bir də sual deyim. Baxın, müəllimə var ki, ixtisasını bilir. Amma fikrini uşağa çatdıra bilmir. Onda hansı qabiliyyət, peşə bacarığı formalaşıb, hansı peşə bacarığı formalaşmayıb həmin müəllimədə? Qabiliyyət olaraq məncə bu tədqiqatçılıq qabiliyyətidir. Tədqiqatçılıq yoxsa ixtisasını bilirsə hansı qabiliyyətdir bu? Elmi idraki. Ay sağ olun. Bəs fikrini uşağa çatdıra bilmirsə hansı qabiliyyət yoxdur, formalaşmayıb? Fikrini uşağa. Didaktik qabiliyyət. Çünki öyrədə bilmir axı. Öyrədə bilmir də. Didaktik öyrətməkdir. Bəli, öyrədə bilmir. Öyrədə bilmirsə demək didaktik qabiliyyət. İndi anladım. Ay sağ olun. Didaktik əslində deməkdir də, deməli uşaqlara müəllimənin öyrətmək bacarığı, müəllim onlara məlumatları ötürməlidir. Bütün məlumatları ötürməlidir uşaqlara. Uşaqlar rahat başa düşməlidir hamısını. Bəli. Yəni əgər deyirəmsə öz ixtisası üzrə savadlıdır, bu elmi idraki qabiliyyətdir. Yox, ixtisası bax bilir, bacarığı var, amma uşağa çatdıra bilmirsə, bu didaktik qabiliyyətdir. Didaktikdir. Ay sağ olun. Yaxşı, bəs perseptiv qabiliyyət haqqında nə deyə bilərsiniz? Sil onu. Perseptiv yəni qabiliyyət elə ki uşağın müəllimənin uşağın daxili nüfuzunu, daxili aləminə nüfuz etmək deməkdir. Yəni ki müəllimə onun daxili aləminə nüfuz edərək, məsəl hər an müəllimə uşağın necə vəziyyətdə olduğunu, psixi vəziyyətini müəllimə hiss etməlidir, bilməlidir. Yəni perseptiv bu deməkdir. Perseptiv bu deməkdir. Yəni müəllimə uşağın hər an daxildə nə hiss keçirdiyini, necə, yəni daxili vəziyyətini, psixi vəziyyətini anlamalıdır. Ay sağ olun, doğrudur. Bəs hansı qabiliyyətdir ki, həmin qabiliyyətə əsasən tərbiyəçi müəllim uşaq valideyn münasibətləri formalaşıb?
Bu kommunikativ Ay, sağ qabiliyyətdir. olun. Burada uşaq, müəllimə, uşaq və valideynlər arasında olan əməkdaşlıq ünsiyyətdir. Bu kommunikativdir. Ay, sağ olun. Bu kommunikativ qabiliyyətdir, doğrudur. İş formaları, hansı iş formasıdır ki, orada deməli potensial imkanlar üzə çıxır? Potensial imkanlar üzə çıxır. Bəli, hansı iş formasıdır? İş forması deməli. Potensial kollektiv deməli. Potensial imkanlar üzə çıxır. Fərdi olar. Potensial imkanlar, bəli, fərdidədir. Bəs Fərdidir. hansı iş üsuludur ki, orada müqayisəli qiymətləndirmə var? Müqayisəli qiymətləndirmə. Yarım qruplarla deməli. İş üsulu, müqayisəli qiymətləndirmə hansı iş üsulundadır? İş üsulu. Aha. İş üsulu. Ədli hücumdadır müəllimə, yoxsa? Söz asosiasiyası. Söz asosiasiyası. Bəs müxtəlif ideyaların toplanması hansı iş üsuluna aiddir?